Bəzi cinayətlər var ki, onların ilk hissəsi diqqət çəkən və dəhşətli olur. Elələri də var ki, sonrası. Bugün söz açacağımız hadisə isə hər iki hissəsi ilə tükürpədən və dəhşətli bir hadisədir. 2016-cı ilin iyun ayının 19-u balaca Aytən bacısı ilə su gətirməyə gedəndə kolluğa diqqət eləməsəydi, bəlkə də bu cinayətin açılması yubanacaqdı. Dəhşətli hadisə Qazax rayonunun Xanlıqlar kəndi ərazisində Ağstafa çayının Almalıq deyilən yerdən keçən hissəsində baş vermişdi. Bu yer həm sakinlərin, həm də qonaqların istirahət məkanı da hesab olunur. İnsanlar burada piknik edirlər. Balaca bacılar su gətirməyə gedəndə burada kolluqda kiminsə uzandığını görürlər. Yaxınlaşdıqda isə bir qadının qanlı vəziyyətdə uzanmış meyidi ilə rastlaşırlar. Qızlar evə qayıdır və gördüklərini analarına danışırlar. Ana dərhal polisə məlumat verir. 20-30 yaşlarında olan naməlum qadın meyidi kol-kosun içində idi. Qadının əynində cins şalvar, boğazına qədər açılmış şəkildə qara rəngli qısa qol köynək var idi. Meyidin olduğu yerə ətraflı baxış keçirilərkən bəlli olur ki, qadın məhz elə orada öldürülüb. Fakta görə 19 iyun 2016-cı ildə Qazax prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə maddəsi ilə cinayət işi başlanır. Məhkəmə tibbi müayinəsinin nəticəsindən aydın olur ki, qadının ölümü 24 ya 36 saat əvvəl baş verib. O həyatda olarkən spirtli içki və narkotik maddə qəbul eləməyib, kiminlənsə cinsi əlaqədə olmayıb. Hadisə yerindən hər hansı alət aşkar olunmasa da, ekspertiza rəyinə əsasən qadın kəsici və deşici bıçağa oxşayan alətlə çoxsaylı zərbələr vurulmaqla qətlə yetirilib. Boğaz arteriyasına vurulmuş zərbə öldürücü olub və qadın zədə ilə qan itirmədən həyatını dəyişib. İstintaqçıların qarşısında duran ən mühüm vəzifə meyidin şəxsiyyətini müəyyənləşdirilməsi idi. Ona görə də hadisənin baş verdiyi ərazidə şahid ifadələrinin alınmasına start verilir. Yerli cəmaatın Bayram Bulaq adlandırdığı bulağın yaxınlığındakı restoranda aşbaz işləyən Sənubər adlı qadın bildirib ki, Qazaxdakı müalicə diaqnostika mərkəzinin ərazisində yerləşən meyitxanada ona göstərilən qadın qucağında uşaq iyun ayının 18-də, yəni meyidin tapılmasından bir gün əvvəl günorta saatlarında təxminən 27-35 yaşlı hündürboy, arıq, cavan oğlanla restorana gələrək kənarları bağlı kiçik talvarın altında oturublar. Qadının əynində qara rəngli qolsuz köynək, mavi rəngli ətrafları ağarmış dar cins şalvar olub. Restoranda ofisant işləyən Murad isə ifadəsində deyir ki, cavan oğlan ondan 2 ədəd boşqab və bir çaydan çay verməyi xahiş edib. Onlar orada təxminən 1 saat müddət oturublar və özləri ilə gətirdikləri yeməkdən yeyiblər. Durub gedərkən oğlan Qazax ləhcəsində ofisanta "Hovuzda balıq varmı ayqa?" deyə soruşub. Sonra içdikləri çaya görə ofisanta 5 manat pul verib, qadınla birlikdə restoran ərazisindən çıxıb. Taksi sürücüsü olan Vaqif şahid ifadəsində göstərir ki, iyunun 18-də Cəfərli kəndi istiqamətindəki yolda yanında uşaqlı qadınla bir oğlan ondan yaxınlıqda açıq havada oturub istirahət eləyə biləcəkləri yerin olub-olmadığını soruşub. Söhbət əsnasında onu da deyib ki, 20 ilə yaxındır ki, bu yerlərə gəlmədiyindən buralar çox dəyişib. Həmin vaxt Ağstafa çayının suyunun səviyyəsi çoxalıb və yolu bastığından oğlan onları göl tərəfə keçirmələrini xahiş edib. Ancaq sonra nədənsə fikrini dəyişib, qadınla birlikdə Qazax yolu istiqamətində gediblər. Meyidin tapılmasından artıq 5 gün keçmişdi. İstintaq əməliyyat tədbirlərinin davam etdiyi vaxtda Bakı şəhəri Xətai rayon polis şöbəsinin 37-ci polis bölməsinə bir nəfər cavan oğlan daxil olur. Həmin oğlanın danışıqları isə dəhşətli bir filmin ssenarisi ola bilər. Bu oğlan bayaqdan şahidlərin nişan verdiyi həmin Qazax ləhcəsində danışan oğlandı. Hansı ki, o uşaqla və qadınla Ağstafa çayının kənarına gəlmişdi və bu gəlişin sabahı da oradan həmin qadının meyidi tapılmışdı. Ancaq biz hələ bilmirik ki, qadının tapıldığı yerin yaxınlığında daha bir meyit var. O suda boğulub və belində
ağır bir daş var. Xülasə, bu cavan oğlan istintaqa elə dəhşətli nümunələr danışır ki, cinayətin ilk hissəsindəki müəmma bu söhbətin yanında çox da diqqət çəkən olmur. O 1987-ci ildə Qazaxda anadan olan, 1997-ci ildən ailə üzvləri ilə Bakıda yaşayan Eldəniz Babayevdir. Qamışlıqdan meyidi tapılan qadın isə Eldənizgilin Bakıya köçdüyü ildə, yəni 1997-ci ildə Gürcüstanın Bolnis rayonunda doğulmuş, lakin ailə üzvlərlə birlikdə son illər Bakıda yaşayan Səbinə Allahyarovadır. Polis şöbəsinə gələn Eldəniz Babayev deyib ki, o 2012-ci ildə Səbinənin atası ilə təsadüfən şəhərdəki avtotəmir sexlərinin birində tanış olub. Sonradan onun evinə gedib gəlməyə başlayıb və qızın atası Gürcüstanda kəndlərindəki evlərində qaldığından Bakıda hərdən olurmuş. Səbinənin anası və bacıları Bakıda yaşayırmış. Eldəniz Səbinəni elə onların evlərində görüb. 16 yaşına çatmayan qızın ona qarşı sevgisi olduğundan rəsmi nikaha girmədən onunla birlikdə Bakı şəhərindəki kirayə mənzillərdən birində yaşamağa başlayır. Bu daimi birgəlik bir müddət sonra rəsmi olmasa da evliliyə çevrilir. Təxminən il yarım sonra Eldənizin valideynləri Səbinəni gəlin kimi görmək istəmədiklərindən, eyni zamanda onların övladları olmadığından qız anasının yanına qayıtsa da yenə bir-birlərini sevdiklərindən hərdən elə onların öz evlərində görüşürlər. Bu münasibət hətta Eldəniz Babayev 2014-cü ildə başqa bir qadınla ailə qurduqdan sonra da davam edir. Ancaq Eldəniz ikinci ailəsi ilə xoşbəxt olmur. Əsas səbəb o idi ki, onun ikinci xanımdan da övladı doğulmur. Onlar birlikdə həkim müayinəsindən keçirlər və məlum olur ki, övladlarının olmamasının səbəbi Eldənizin özündədir. Eldəniz yeni evli olduğu zamanda da Səbinə ona dəfələrlə zəng edib yenidən bir evdə yaşamaq təklif edib. O da hələ Səbinəni sevdiyindən ikinci evlilikdən qısa müddət sonra yenidən Səbinə ilə də münasibətinə davam edib. Onlar Bakının müxtəlif yerlərində kirayə ev tutaraq yaşamağa başlayırlar. Eldəniz beləcə Səbinənin anasının və bacılarının ehtiyaclarını da qarşılamağa başlayır. Onların bütün problemlərini həll edir. Çox keçmir, Eldənizə Səbinə xoş bir xəbər verir. Artıq o hamilədir və tezliklə övladları olacaq. Eldəniz ona sonsuz diaqnozu qoyan həkimi söyərək yeni doğulacaq övladlarının yolunu gözləməyə başlayır. 2015-ci il mayın 8-də onların qızı dünyaya gəlir və sevgili cütlük uşağa Fatma adı qoyur. Eldəniz paralel olaraq ailəsi ilə də yaşayır. Qanuni evli olduğu qadınla qaldığı günlərdə də amma Səbinə ilə telefonla əlaqə saxlayır. Belə danışıqların birində Səbinə Gürcüstana atasının yanına getmək istədiyini və xarici pasportu olmadığından və miqrasiya qaydalarını pozduğuna görə cəriməli olduğundan gedə bilmədiyini deyir. Eldəniz onun bu arzusunu da yerinə yetirir. Sevgilisinin cəriməsini ödəyir və ona xarici pasport almaq üçün pul verir. Bir müddət sonra Səbinə bacısı ilə birlikdə Gürcüstana gedir və problemlər də elə bundan sonra başlayır. Eldəniz Gürcüstanda olan sevgilisi ilə telefonla danışanda qız ona sənədlərimi düzəldirəm, qayıtmağım biraz ləngiyəcək deyir. Bir də burada işıq yanmır, ola bilsin ki, bir neçə gün telefonum sönülü olsun deyir. Son danışıqdan bir həftə ərzində Səbinənin telefonuna zəng çatmır. Bir həftə sonra Səbinə gizli nömrədən zəng gedir və hər şeyin qaydasında olduğunu, yaxın günlərdə Bakıya qayıdacağını deyir. Bu dəfə Eldəniz Səbinənin Gürcüstanda olmadığını, ona yalan dediyini düşünür. Tənbəllik eləmir, durur gedir Gürcüstana, onların kəndlərinə. Ancaq sevgilisini atasının evində olmadığını öyrənir. Səbinəni hələ də sevən Eldəniz bu hadisədən sonra tamam ayrı yol tutmağa başlayır. Bir müddət sonra Səbinə Bakıya qayıdır, Eldəniz ondan harda olduğunu soruşur. Qız bir çox bəhanələr gətirərək dəfələrlə sualdan yayınır. O zaman Eldəniz onun xarici pasportunu istəyir. Səbinə pasportunun qardaşı gildə olduğunu deyir. Bu bəhanələrlə nəinki gənc atanı sakitləşdirir, əksinə daha da kükrədir. Nəhayət bir gün Eldəniz Səbinənin xarici pasportunu tapır və görür ki,
O Gürcüstandayam dediği günlərdə əslində Türkiyədə olub. Artıq hər şey bəlli idi. O düşünür ki, qız Türkiyəyə gedərək orada ona xəyanət edib. İstintaqa verdiyi ifadədə məlum olur ki, Eldəniz Babayev bundan sonra Səbinəni öldürmək barədə fikrini qətiləşdirir. O əvvəlcə Səbinəni Bakıya aparıb orada öldürmək istəsə də tutulacağından ehtiyatlanır, onu özü ilə Gürcüstana aparır. Eldəniz Babayev deyir, təxminən iyun ayının 16-sı evlərinə getdim. Anasının bacılarının yanında dedim ki, evimizi tərk etmişəm, səninlə başqa ölkəyə gedib birlikdə yaşamaq istəyirəm. Səbinə də mənlə razılaşdı. Günorta saatlarında onu da Fatmanı da götürüb Bakı Böyükəsik qatarına mindik. Növbəti gün səhər saatlarında Böyükəsik stansiyasında düşüb Sadıqlı Gömrük keçid məntəqəsindən Gürcüstana keçdik. Rayonda kirayə ev tutdum. Fikrim o idi ki, Səbinəni öldürüb tikə-tikə edim, müxtəlif yerlərdə bastırım. Ancaq burada da planımı həyata keçirə bilməyəcəyimi başa düşdüm. Sonra Ağstafaya qayıtdıq. Beləliklə onlar Ağstafaya, oradan da Qazaxa gəlirlər. Eldəniz Səbinə ilə uşağı taksidə qoyur və mərkəzi bazardan kalbasa, çörək, xiyar, pomidor, uşaq üçün meyvə şirəsi alaraq dincəlmək bəhanəsi ilə onları Bayram Bulağı adlanan yerə gətirir. Yeri gəlmişən deyək ki, hansısa sürücünün yadında qalmamaq, həmçinin izi azdırmaq üçün Babayev qısa məsafəli ünvanlara belə ayrı-ayrı taksilərlə gedir. Budur, gəldi şahid qadının və ofisiantın ifadələrində danışdıqlarına. Onlar restoranda yemək yedikdən sonra Səbinə süfrəni yığışdıran vaxt Eldəniz onun gözündən yayınaraq çörəyi, kalbasanı doğradığı bıçağı köynəyinin altına, şalvarının kəmərinə taxır. Xeyli gəzişdikdən sonra Babayev niyyətini həyata keçirmək üçün əlverişli bir yer tapır. Burada yaxınlıqda kolkos olur. Kənardan çay keçir. Yəni qız qışqırsa da onun səsini heç kim eşitməyəcəkdi. Eldəniz bu yerdə ondan Gürcüstana yoxsa Türkiyəyə getdiyini soruşur. İstintaqa verdiyi ifadəyə görə Səbinə bu sualdan əsəbləşir və cavab əvəzinə ona nalayiq ifadələr deyir. Eldəniz onun üzünə bir şillə vurur. Bu şillədən sonra Səbinə qalxıb yola tərəf qaçmaq istəyəndə bıçaqla onun kürəyindən vurur. O davamında baş verənləri istintaqa belə anladır. Bıçaqla vurandan sonra bir əlimlə saçından yapışıb, o bir əlimdən qışqırmaması üçün ağzından tutub kolluğa tərəf apardım. Qayıdıb uşağı götürəndə gördüm ki, sürünə-sürünə çıxır, yalvardı ki, uşağa dəyməyim. Uşağı yerə qoyub təzədən onu kolluğa çəkib Türkiyəyə niyə getdiyini soruşdum. Ağlaya-ağlaya dedi ki, anası bacısı ilə onu pul müqabilində Türkiyəyə müəyyən adamların yanına göndərib və görüşmək üçün göndərib. Bundan sonra uşağın atasından şübhələndim, yəni mən olmadığından əmin oldum və şübhələrimi dilə gətirdim. Hər dəfə bir bıçaq zərbəsi vurub, sonra soruşdum ki, de görüm, uşaq kimdəndir? Xatırlamıram, neçənci zərbədən sonra dedi ki, Fatmanın atası, dostum, Xəlildir. Eldənizlə Xəlil dost olublar və Eldənizi qızın atası ilə də elə Xəlil tanış edib. Xəlil özü istintaqa verdiyi ifadədə deyir, mən Səbinəni 2010-cu ildən tanımışam və sevmişəm. Sonra Eldənizlə birlikdə onların evlərinə gedəndə mənə dedi ki, Səbinəni sevir. Eldəniz mənim yanımda qızla telefonda danışdı, danışıqlarını işləndən sonra sevgi həyatı yaşadıqlarını bildim. Onlar ayrılanda Səbinə mənə dedi ki, Eldənizə zəng edim və onunla barışdırım. Mən də Eldənizə zəng elədim, onlar barışdılar. Əvvəlcə Səbinəni sevsəm də Eldənizlə ailə qurandan sonra ona qardaş gözü ilə baxmışam. Səbinə isə son anda bıçaqlandığı vaxt Eldənizə deyir ki, həmin dostu ilə, yəni Xəlillə Eldənizə xəyanət edib. Bundan sonra Eldəniz ona daha bir neçə bıçaq zərbəsi vurur. Zərbələrdən biri qadının boğazına dəyir və bundan sonra artıq Səbinənin öldüyünü görür. Eldəniz əlindəki bıçağı var gücü ilə qamışlığa atır. Davamında Babayev gəldiyi yolla uşağın yanına qayıdır. Onu qucağına götürür, körpünün altına qoyur. Bədənini və qanlı köynəyini çayda yuyur. Səbinəyə məxsus sənədləri, torbada olan əşyaları kolluğa atır. Sonra isə daha
dəhşətli hadisə baş verir. Balaca Fatmanın heç nədən xəbəri yox idi. O, az əvvəl Eldənizin aldığı şirəni içirdi. Eldəniz onun əlindən meyvə şirəsini kənara tullayır, onun özünü isə suya salır, üzərinə ağır bir daş qoyur və uşağı boğur. Bu cinayətlərdən sonra Eldəniz Səbinənin anasını və dostu Xəlili öldürmək üçün Bakıya gəlir. Ancaq nədənsə Bakıya çatana qədər fikrindən vaz keçir. Rusiyanın Maykop şəhərinə gedir. Ancaq burada da tutulacağını başa düşür, Azərbaycana qayıdır və polisə təslim olur. Eldəniz Babayevin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. O, azyaşlı ilə əlaqədə olduğuna və xüsusi amansızlıqla təqsirkar üçün aşkar köməksiz vəziyyətdə olan 2 şəxsi qəsdən öldürdüyünə görə ömürlük azadlıqdan məhrum edilir. Sizə isə cinayətdən və cinayətkarlardan uzaq qalmağı arzulayırıq. Salamat qalın.